Ay balam sen bu uşağı niye öldürdün? Ben buna inanmadım. Evə az qalmışdım. Mənə zəng elədi ki, çatır özü çatdır. Uşağın vəziyyəti yaxşıdır. Uşaq başladı ağlamağa, dayanmadı. Səbrim çatmadı, gücüm çatmadı ağlamağa, eləyə bilmədim. Götürdüm qucağıma sirkələdim, dedim dayanmadı. Qəfil elədim. Birdən hirs gəldi mən, qaldırdım, çırpdım yerə uşağı. Neftçalanın Qaralı kəndində 1 yaşlı uşaq ölüb. Kənd sakini 24 yaşlı Şəbnəm Allahverdiyevanın qucağında olan əkiz uşaqlarından biri yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə dünyasına dəyişib. Səhər biraz yoldaşımla biraz aramızdaydı. Nətər ki, biraz söz-söhbət etdi. İndi ailə arasında olar da elə bir şey də. Məsələn, xalam getmişdi şəhərə, yoldaşım evdə tək idi. Dedim da mən də gedim işə, bir çörək pulu qazanım, gətirim ailəmi dolandırım. Getdim ki, dedim ki, yoldaşımla biraz elədi, ağızlaşdım, biraz söz-söhbət oldu. Sonra razı saldım mı, biraz elədim, özünə gəldi, elədim, sakitləşdirdim bunu. Dedim uşaqlara bax ki, bir yeri çıxma gələn, həyat və bacı, işlə heç bir şey lazım deyil sənin işin zaten. Mən ancaq uşaqlara bax. Uşaqları o qoru günə. Getdim işimi gördüm, elədim. İşdən çıxanda mənə zəng elədi ki, uşağın vəziyyəti yaxşıdır. Zəng elədi atası ki, özünü çatdır günə. Uşaq öldü. Niye öldü? Ben dedi çölden geldim çattım. Atası dedi. Oğlan anası yok, atası yok, hiç kimi yok. 3 ilde evlenmişti. 2 uşaqlar oldu. İkisi de oğlandı. Öləndəki maşallah gəzən uşaqdı. Gəlinin psixoloji durumunda vəziyyət necə idi? Əsəbi idimi? Onda problem yok idi. Sakit bir uşaq idi. İnternette böyümüşdü. Uşaqlar olandan sonra, uşaqlar hələ bələddə olduğu 6 ay, 7 aydan sonra bunda bu problem çıktı, ne çıktı? Tabii uşak vurmurdu, dövmürdü, görmemiştim. Ay balam sen bu uşağı niye öldürdün? Ben buna inanmadım. Vurmuştu da almadı, vurmamıştı da almadı bana boyu. Ben o günü kız geldi nene. Yemek pişirmişsem uşağa dedim özüm yemeklerini pişirip apardım verdim yemeklerini nene. Pasok evde azdı. Pasok ve bir işkan dedim gel hele bunu yapar uşağın yemeğine de koymuşam. Gel uşağı yiyizdirəsən, mən gələncə səslər bala işe gitme bugün. Biraz Şəbnəmə kömək elə. O dedim xala bugün saat yarım işim var. Başı açıq ayaqlı çörək qazanan uşaq olub. Gedib iş dalıca. Gəlin uşağı yatızdırıb, gəlib burada su aparıb evə. Gedib görüb uşaq dəyib taxtın içində yatızdırıb dəyib, hardan dəyib. Gördüm uşaq çırpınır. Kışkırıb bura qaçıb. Təmiz söhbət.